Əziz izləyicilərim, əziz analar, bugün mən sizə uşağın xəstələnmədən öncə 24-72 saat ərzində bədəndə yaranan siqnallar haqqında bir neçə kəlmə sizinlə paylaşmaq istəyirəm. Birinci siqnal davranış dəyişikliyi. Yəni uşaq çox həddindən artıq kapriz olur, əsəbi olur. Bu nə baş verir? Beynində hər hansı bir virus və bakterial infeksiya yarananda beynində titakinlər artır. Bu da anidən kapriz və əsəbi olmasına səbəb olur. İkincisi, həddindən çox yorulma. Baxmayaraq ki, yuxusunu da alıb, uşaq yorğun hiss edir özünü, yatır, gündəlik fəaliyyətini edə bilmir. Üçüncü siqnal iştahsızlıq. Dördüncü, burun tənəffüsünün dəyişkənliyi. Yəni biz bilməliyik ki, virusun giriş nöqtəsi burundur. Baxmayaraq ki, burun axmır, tutqun deyil, amma nəfəs almada bir çətinlik yaranır. Beşincisi, dəri temperaturunun dəyişkənliyi. Yəni əllər buz, bədən isti hissi. Burada damarlar daralır, əllər buz kimi olur. Və altıncısı, gecə yuxusunun pozulması. Bu 6 siqnalı ana vaxtında müşahidə etsə, o zaman xəstəliyin ağır keçməsinin qabağını ala bilər. Bu rilsi yadınızda saxlayın və digər analarla paylaşın.